Hər vaxtınız xeyir olsun əziz dostlar. Hər birinizi salamlayıram. Belə qərara gəldim ki, sizin üçün bir video çəkeyim. Çünki canlı açıram, bəzən soruşursunuz. Məsəl üçün telefon alarkən telefonun nəyinə diqqət eləməliyəm və yaxud iPhone-un özəllikləri var, onları bilmirəm. Yəni bu tipdə bu xırdaçılıqları mən sizə bacardığım qədər, yəni bu videoda çəkib yerləşdirəcəm inşallah. Birinci növbədə məsəl üçün telefon alırsan, telefonu yoxlada bilmirsən. Yəni elə bir yerdə alırsan, elə bir variant olur, alırsan ki, sən onu aparıb yoxlada bilmirsən və yaxud alandan sonra qaytara da bilmirsən. Yəni məcbursan özün baxasan, özün yoxlayasan. Yəni bu iPhone-larda da məsəl üçün iPhone-larda bəzən iş gedəndə yəni problemlər yaradır. iPhone-un çünki plata bunun içərisində olur. Yəni platası həssasdır. Yəni ona diqqət eləmək lazımdır. Belə diqqət eləmək lazımdır ki, yəni platada iş gedəndə bəzən problemlər yaradır. Yəni problemlərlə üzləşirsiniz və yaxud telefon həddən artıq çox qızmalar olur. Həddən artıq zaryadka tez gedir. Yəni çox problemlər yaradır. Onun olmamağı üçün indi mən sizə bəzi burada şeyləri göstərəcəm, özəllikləri. Və məsəl üçün, birinci növbədə telefonu alanda, telefonun ətrafına baxırsınız. Ekrandır, korpusdur, yəni çox əzik, biraz, məsəl üçün, bəzən olur ki, qiymətə, bəzi müştərilər var, qiymətə aldanır. Çox ucuz çıxsın deyə gedir hansısa leş bir telefona pul verir. Sonra satanda problemlər olur, sata bilmir, qalır əlində. Yəni bu cür şeylərə diqqət eləmək lazımdır. Yəni 50 manat, 100 manat, 200 manat baha belə olsa, yəni mən məsləhət görərəm əslində açılmamışın zavod alasınız. Yəni belə açılsa da problem yoxdur, amma baxır içində görülən işə. Çox iş görülübsə, yəni platası falan, bütün hər şeyi dəyişilibsə, yəni onu alıb neyə yiyəcəksən sən? Yəni onun üçün elə telefonlara aldanıb çox almayın. Deməli, burada telefonun ayarlar bölməsinə daxil olursunuz. Ayarlara daxil oldunuz. Ayarlara daxil olursunuz. Genelə daxil oldunuz. Burada haqqında var. Bura girirsiniz. Deməli burada göstərir parçalar və servis keçmişi. Parçalar və servis keçmişi. Burada telefonun ekranıdır, batareykasıdır, kamerasıdır. Dəyişilərsə və yaxud Face ID işləməzsə onu burada sizə bilinməyən yox, parçalar və servis keçmişində göstərəcək. Yəni buna mütləq diqqət eləməlisiniz. Məsəl üçün burada parçalar və servis keçmişi. Mən bura daxil oluram, burada batareykanı göstərir. Yəni batareykanı nida formasında göstərmir. Yəni göstərir ki, önəmli pil mesajı gəlib. Yəni göstərir ki, batareykanın ömrü azalır. Yəni onu hansısa bir servisə yaxınlaş, dəyişdir. Hansısa bir servisə yaxınlaş, dəyişdir. Yəni bu problemli bir məsələ deyil. Bu iPhone-ların yəni 80%'ında olan bir şeydir. Yəni buna çox da fikir vermək lazım deyil. Əgər görərsən ki, telefon həddən artıq çox zaryadkanı tez aparır, zaryadka saxlamır, o vaxt bunu dəyişdirməyə ehtiyac olar. Belə yəni yenibsə o da problem deyil. Yəni istifadə edə bilərsən tam arxain. Yəni telefonun pilinə çox ilişmək lazım deyil. Əsas onun yəni içinin platasıdır, ekranıdır. Bunlar salamat olsun, yaxşı vəziyyətdə olsun ki, sabahsı birisi günü sənə problem yaratmasın. Baterka aşağıda olsa eybi yox. Yəni ən pis moment baterkanı sən dəyişdirə bilərsən. Amma telefonun platasında iş getsə məcbursan ki, telefonu dəyişdirəsən. Yəni baterkaya çox da fikir verməyin. Deməli, burada indi telefonda göstərir. Telefonda heç bir dəyişiklik olmayıb. Sadəcə baterkanın pil faizi aşağı olduğu üçün pil mesajı gəlir. Yəni o problem deyil. Yəni sonra iPhone-un məsəl üçün diqqət eləmək lazımdır, Bluetooth-un işləyib işləməməyinə, Wi-Fi-nin işləyib işləməməyinə. Ona da niyə diqqət eləməlisiniz? Çünki iPhone-lar plataları əvvəl məsəl üçün iPhone-larda plata sistemi tamam başqa cür gəlirdi. İndi X-dən yuxarı telefonların, iPhone-ların plataları başqa bir sistemdə gəlir. Belə ki, alt üst mərtəbə deyilən bir şey var. O da zərbədən sonra biraz problemləri olur. Məsəl üçün Bluetooth işləmir və yaxud Wi-Fi işləmir və yaxud telefonun setində, şəbəkəsində gedib gəlmələr olur. Yəni o cür problemlər ola bilər. Yəni onların olmamağı üçün, elə bir problemlər yaşamamaq üçün, yəni birinci növbədə salamat telefon alın.
salamat telefon alın. Yəni bunlara da ki alanda mütləq diqqət yetirməlisiniz. Məsəl üçün kameranın özü olsun, kameraya girirsən, kameraya diqqət edirsən, baxırsan kameraya 1x-dir, 2x-dir, 0.5-dir, çəkir, çəkmir, qabaq kameradır, problemi var, yoxsa yoxdur. Yəni bunları mütləq yoxlamalısınız, bunlara mütləq nəzarət eləməlisiniz. Yəni bunlara nəzarət elədiniz, bunları yoxladınız. Əgər heç bir problem yoxdursa, e-mail nömrəsi deyə bir şey var. E-mail nömrəsini yoxlamalısınız. Necə? Yəni ki, telefon məsəl üçün xaricdən gəlmə ola bilər. Telefonu sizə satarlar, bir ay müddət olur da xaricdən gələndə. Telefonu sizə satarlar, sonra siz telefonu belə deyim, işlədərsiniz, bir müddət sonra bağlanar. Bu da sizin üçün çox böyük bir problem olacaq. Yəni telefona gelsən 1000 manat verirsən, fərz et, telefonu alırsan, e-mailin yoxlamadığına görə telefon bağlanır, sonra qalır üstündə. Sən onu nə qeydiyyatdan keçirdə bilirsən, yəni elə bir qiymət deyirlər ki, sənə ümumiyyətcə çox problemlər olur. Onun üçün də telefonu alarkən e-mailini mütləq yoxlamaq lazımdır. E-mail koduna diqqət eləməlisən. E-mail koduna diqqət elədin, məsəl üçün sonra keçdin, burada knopkaları var. iPhone'larda məsəl üçün çox vaxt səssizə alan knopka var. Aşağı edirsən səssizə düşür, yuxarı edirsən səssizdən çıxır. Yəni bu knopkanın sıradan çıxması çox vaxt olur. Yəni bunu yoxlayın, xodalandır, xod verəndir, bu cür şeylərə diqqət eləyin. Yəni bunlara mütləq diqqət eləməlisiniz. Zaretkasıdır. Zaretkaya məsəl üçün taxın telefonu, zaretkanı necə qaldırır? Yəni problem yaratmır ki, yəni o şeylərə də diqqət eləməlisiniz. Səs sistemidir. Məsəl üçün iPhone-un səsidir. Yuxarıdan da gəlməlidir, aşağıdan da. Çox hallarda belə bir problemlər olur ki, iPhone-da. Yəni səsi aşağıdan gəlmir və yaxud yuxarıdan gəlmir. Səs bir tərəfdən gəlir. Yəni çox vaxt aşağısı xarab olur. Aşağı səs kolonkası. Aşağı səs kolonkası da xarab olanda belə bir şey var ki, onun müştəri bəzən özü də hiss eləmir. Yəni çünki səsi biraz az çıxır, onun çox da fərqində olmur. Çünki danışıq da bura gəlir, zəng də bura gəlir. Onun üçün onun çox da fərqində olmur, amma onu mütləq yoxlayın. Yəni kolonkanı tutdunuz, yuxarı baxdınız, yuxarını tutursunuz, aşağı baxırsınız, səsində problem olmasın. Yəni zəif çıxsa eybi yox, amma səsin gəlməməyi, yuxarıdan və ya aşağıdan gəlməməyi üzə problem ola bilər. Problem yarada bilər. Və məsəl üçün çox adam şikayət elədiyi bu avtomatik parlaqlıq rejimi var. Yəni onu da içəridən bağlaya bilərsiniz. Onu da bağlayın, çünki o adamı həqiqətən çox dilxor eləyən bir özəlliyidir. Onu bağlayın, tam arxain istifadə edə bilərsiniz. Sonra məsəl üçün Face ID-sini yoxlayırsınız. Face ID ayarlara daxil olursunuz. Face ID-sinə baxırsınız, Face ID-yə girdiniz. Face ID-ni ayarlarını vurursunuz. Başlat vurursunuz. Üzünüzə tutursunuz. Yəni Face ID-dən keçirsiniz. Face ID çox önəmli bir şeydir. Yəni iPhone-da Face ID-nin işləməməyi çox, necə deyim, qiymətə çox fərq edən bir hissədir ki, Face ID işləməlidir. Yəni ona da mütləq diqqət eləyin. Mütləq diqqət eləyin. Məsəl üçün, sizə sonra denetim mərkəzini göstərim. Yuxarıdan aşağı eləyirsiniz, burada görürsünüz. Yəni funksiyalar azdır. Onu necə çoxalda bilərsiniz? Mən onu göstərəcəm sizə. Daxil olursunuz ayarlara. Daxil olduğunuz ayarlara. Burada girirsiniz, denetim mərkəzi. Denetim mərkəzinə girirsiniz və burada istədiyinizi seçə bilərsiniz. Üstəgəl vurursunuz. Üstəgəl vurdunuz, ifsyo. Sonra denetim mərkəzini aşağıya indirəndə burada funksiyalar çoxaldı. Məsəl üçün, telefonu qayd eləmək istəyirsiniz, ekranı. Ekranı qayd eləmək istəyirsiniz. Burada qayd proqramını çıxardım üzə mən denetimdən. Bunu basırsınız, 3 saniyə keçir belə. 3 saniyədən sonra başlayır ekranı qayd eləməyə. Ekranda məsəl üçün hara daxil olursunuz, hara girirsiniz, oranı qayd eləyir. Qaleriya birbaşa qeydiyyat eləyir. Qeydiyyat deyəndə ki, yəni qaleriya düşür, belə deyim ki, çəkilən qaydlar. Qaleriya düşür, sonra oradan yəni video formasında belə baxa bilərsiniz. Yəni bəzi hallar olur ki, lazım olur. Yəni screen də hamı bilir, screen-dəki heç onu deməyə məncə ehtiyac yoxdur. Kod verənlə onu basırsınız, screen eləyirsiniz. Yəni bu cür xırdalıqlar. Əslində yəni bunu çox
iPhone işlədənlərin yəni 99% bilir. İndi birdən məsəl üçün kimsə çıxacaq oradan deyəcək, hə bunları nəyə göstərsən, bunları bilməyən adamlar, yəni hamı bilir, yəni bunları bilməyən var. Yəni belə deyim ki, yəni həqiqətən bəzi izləyicilər olur, mənə elə bir suallar verirlər ki, baxıram ki, yəni bax bir dənə bir yes-i görürsünüz, yəni yes no da, yəni başqa heç bir şey, bu adam iPhone işlədir, başqa heç bir şeydən anlayışı yoxdur. Ancaq yes no WhatsApp, TikTokda belə istifadə edir. Başqa heç bir özəlliyini bilmir. Yəni mən onun üçün bunu çəkirəm, onun üçün göstərirəm. Məsəl üçün iPhone-da səsin qayd edilməsi var. Səsi öz proqramından qayd edə bilərsən. Danışıqları qayd edə bilərsən. Onu da istəsəz növbəti videoda çəkib göstərə bilərəm. Yəni kimə iPhone-la bağlı hansısa bir funksiya maraqlıdırsa, yazsın yorumlara. Mən onun yorumuna özəl video formasında çəkəcəm. Tam ətraflı baxsın, tam olaraq öyrənsin. Sonra burada sizə nəyi göstərə bilərəm mən? Məsəl üçün, burada telefon biraz az zaryatka saxlayır. İstəyirsən ki, biraz zaryatkanı daha çox saxlasan. Burada ekran sürəsi var. Bura daxil olursan ekran sürəsinə. Burada ekran sürəsini kapat. Ekran sürəsini kapat deyirik. Burada pəncərələr bütün bağlanır. Bağlanandan sonra, yəni bu telefonun zaryatka saxlamağına fərq edir. Yəni zaryatkanı yaxşı saxlamanı istəyirsənsə, onu bağlayırsan. Bluetooth bağlayırsan, Bluetooth-da nə üçün? Yəni Bluetooth məsəl üçün açıq olur burada. Harasa gedirsən başqa Bluetooth-lar olur. O Bluetooth-ları tapır, tap verir, unut verir, tap verir, unut verir. Yəni zaryatka o da fərq edir. Yəni onu da bağlı saxlasaz daha yaxşı olar. Bir də telefonu 80-20% deyə bir şey var da. Yəni onu çox izləyici bilir. Yəni bilməyənlər üçün çəkirəm. Yəni telefonu belə deyim, 20%-ə, 15%-ə, 20%-ə telefonun zaryatkası düşdüsə, taxırsan zaryatka, 80%-ə kimi yığır, çıxardırsan, o formada istifadə edirsən. Yəni o bateryanın ömründə uzadır. Yəni problemlər də ki olmur. Bir də ki telefonu zaryatkada istifadə edəndə, yəni zaryatka taxılı formada işlədirsənsə, oyun oynayırsansa, telefonun baterya ömrü azalır. Yəni pil ömrü azalır. Ondan sonra başlayır zaryatkanı az saxlamağa. Yəni bütün gün məcbursan özündən adaptör gəzdirəsən. Yəni o cür problemlər olur. Yəni onun da ki olmamağı üçün 20% zaryatkiya düşdü, taxırsan 20%-də, 80%-də çıxardırsan, o formada istifadə edirsən. Onda pil faizi daha gec düşəcək. Yəni pil faizinə önəm verən insanlar üçün deyirəm onu. Bir də telefon alanda əziz dostlar, burada iCloud giriş deyə bir şey var. Yəni bura mütləq nəzər yetirin. Yəni bura boş olsun. Kiminsə adında olmasın. Kiminsə adında əgər iCloud açılıbsa, siz bu telefonu aldığınız zaman, yəni alırsınız, aparırsınız, belə deyim. Sonra formatdan sonra telefon düşür iCloud-a. iCloud-a düşür. iCloud-u bilmədiyinizə görə aça da bilmirsiniz. Telefon olur, heç oyuncaq. Yəni verdiyiniz pul da çöpə gedir. Belə deyim sizə. Sonra sizə nəyi göstərə bilərəm? Bax, erişəbilirliyə girirsiniz buradan. Burada ayarlara daxil oldunuz. Burada erişəbilirlik var. Bura daxil olursunuz. Burada səs sistemi var. Məsəl üçün, səs və görsəl. Bura daxil olursunuz. Burada mono səs var. Bunu açdığınız zaman, yəni telefon naşnikdə istifadə edirsinizsə, səsi biraz daha fərqli çıxardır. Səsi daha güclü, daha effektli bir vəziyyətə gətirib çıxardır. Oradan da istifadə eləyə bilərsiniz. Sonra burada əgər zəng gələndə spişka işıq yanıb sönməyini istəyirsənsə, burada həmən yerdə səs və görsəldə daxil olursunuz bura. Burada uyarılar için LED flash. Bunu açırsınız, LED flash'ı açırsınız. Yəni sizə zəng gələn zaman bu spişka da yanır, sönür, yanır, sönür. Yəni elə bir funksiyası da var. Yəni başqa sizə nəyə göstərə bilərəm mən? Dokunmalar var burada. Yəni bu aktiv tuzudur. Bunu bəlkə bilməyən yoxdur. Sadəcə yəni elə belə göstərirəm, yəni ola bilsin ki, kimsə təsadüfən bilməz.
Sonra dokunmaya daxil olursunuz. Buradan aktiv tuza daxil olursunuz. Aktiv tuza açırsınız buradan. Burada sonra istədiklərinizi seçə bilərsiniz. Yəni bura belə bir panel gəlir. Yəni bu panel vasitəsilə daha rahat istifadə edə bilərsiniz, belə deyim. Yəni istəyənlər üçün o da yaxşı bir necə deyirlər, funksiyadır. Sonra sizə nəyi göstərim? Və burada kamera özəlliklərindən göstərmək istəyirəm. Ayarlardan yenidiz kameraya, kamera özəlliklərinə daxil olursunuz. Burada biçimlər var. Ən yüksək verimlilik. Deməli və yaxud video kaydı. Video kaydına daxil olursunuz. Buradan 4K 60-a da verə bilərsiniz. Yəni onda daha yaxşı çəkəcək, amma dəhşətli dərəcədə necə deyim, yəni yer tutacaq, çox yer tutacaq. Yəni 1, 2, 5 dəqiqə çəkdiyiniz video, yəni neçə gigabayt yer tutacaq. Yəni bunu da nəzərinizdə olsun. Daha yaxşı çəkəcək, daha effektli çəkəcək, amma həddən artıq çox yer tutacaq. Yəni ona da diqqət yetirin əziz dostlar. Başqa əgər kim nəyi bilmək istəyirsə, indi tam olaraq ağlıma gəlmir. Ağlıma gəldikcə sizə başqa özəlliklər var ya, əslində mən onu sizə burada desəm, yəni video çox uzanacaq, həqiqətən çox uzanacaq. Yəni siz yorumlara yazın, iPhone-lar haqqında nəyi bilmək istəyirsinizsə, mən sizə tam olaraq, tam ətraflı, izahlı formada həmən yazdığınız yoruma aid video çəkəcəm. Əziz dostlar, videom bu qədər. Videonu bəyənib abunə olmağı unutmayın. Başqa çəkilişlər də olacaq. Yəni səhifəmizdə belə deyim, yarışlar da keçirik, hədiyyələr də qazandırır. Yəni bizi izləməyi unutmayın. Sağ olun, Allaha əmanət olun. Görüşənərək.